Gəncənin görməli tarixi yerləri çoxdur. Burada bir tikili də var ki, sorağı Azərbaycan hüdudlarından kənara da gedib çıxıb. Söhbət hal-hazırda gördüyünüz butulkalı evdən gedir. Hələ heç bir yerdə bənzəri olmayan butulkalı evin divarları şampan şüşələrindən və Soçidən gətirilən rəngarəng çay daşlarından tikilib. Həmçinin binanın inşasında kiçik dərman şüşələrindən, müxtəlif ölçülü təbii dəniz daşlarından da istifadə olunub. Gəncəli İbrahim kişinin yadigar qoyub getdiyi evdə indi onun gəlini və nəvələri yaşayır. İbrahim Cəfərov bir il ərzində tikdiyi evin inşasında 48 min şampan şüşəsindən istifadə edib. İbrahim Cəfərov mənim qaynatamdır. Mənim qaynatamın qardaşı Yusif gedib müharibəyə gəlməyib 41-ci ildə. Onun şərəfinə, onun elə bir şərəfinə bu evi tikib də ki, bu evi tikim, bəlkə qardaşım müharibəyə gedib qayıtmayıbdır. Bu evi də bütün dünya gəlib çəkib aparılmış da, indi nə qədər də çəkirlər. Ki, bəlkə qardaşım çıxar. Onu da qeyd edək ki, bu ev yalnız gəncəlilərin deyil, istər şəhərimizə dincəlməyə gələn turistlərin, istərsə də digər qonaqların diqqətindən kənarda qalmır. Ümumiyyətlə, bu ev tikilib başa çatdırılan bir andan, yəni buranı öz ideyası ilə yaradan İbrahim kişinin sağlığındaykən, turistlərin heyrətlə izlədiyi yerlərdən biri olub. Hətta İbrahim kişi gələn turistlərin şəkillərini çəkib, fotoalbom düzəltdirib. Bu ev haqqında bəzi söz-söhbətlər də gəzir ki, gecələr qonşular evdən gələn səs-küydən yata bilmir. Aydınlıq gətirmək üçün yenə müsahibimə söz verdim. O isə cavabında əksinə, qonşularım evimi çox bəyənir. Onlar bu məhəllədə belə bir evin olması ilə fəxr edirlər, deyə bildirdi. Şüşəli ev 20-ci əsrin tarixi memarlıq abidələri sırasında dayanan, şəhərimizə xüsusi gözəllik gətirən obyektlərdən biridir. Xüsusilə də bu ev gecələr daha yaraşıqlı olur. Bəs bu qədər butulka hardandır deyəndə isə cavabımız belədir. O butulkaları Sovet hakimiyyəti dövründə qiyməti 5-10 qəpik olan zaman toylardan alıb gətirib. Hamısını öz vəsaiti hesabına tikib. İnsan dünyaya gəldi gedərdi. Bunu hər birimiz bilirik. Bildiyimiz bir şey də var ki, hər insan həyatdan köçəndə arxasında nə isə qoyur. İbrahim kişi də bax bu evi qoyub. Qeyd etmək lazımdır ki, bu ev öz gözəlliyini sadəcə sahibinin yaşadığı müddətdə saxlaya bildi. Çünki ondan sonra ev baxımsız hala gəldi. Yenidən bərpa olunması üçün vəsait lazım idi. Təbii ki, evdə yaşayan İbrahim kişinin nəvələri maddi sıxıntı yaşadıkları üçün təmir etdirə bilməyiblər. Hətta evi satmaq fikrinə də düşüblər. Amma sonradan onların bu dərdinə dərman tapılıb. 2 il bundan qabaq istəyirdik satmaqda. Mənim evim çox pis gündə idi. Bütün kiriş daşları tökülmüşdü, külək tökmüşdü, bütün damırdı, pol çürümüşdü. Sağ olsunlar, evim düzəldi, 2 il olar. İndi daha satmıram. Satacaq olsam da gənə bir müraciət eləyərəm də. Əgər satsam, müraciət eləyərəm gənə də. Artıq bildiyimiz kimi bu evin sahibi Məhəbbət xanımdır. Bu mülk onun olduğu təqdirdə istədiyi şəxsə sata bilər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə bu ev Nazirliyin balansında deyil. Gələcəkdə sözü gedən evin Nazirliyin hesabına keçib-keçməyəcəyi haqqında isə nəsə demək hələ tezdir. Ona görə də evin sahibləri istər evi sata, istər də ki, babalarından bir yadigar kimi qoruyub saxlaya bilərlər.